Dedikləri qədər var imiş. Bu boyda burrito olar. Özü də 3x. Bəli, düz eşitdiniz və düz gördünüz. Bakıda ən böyük burrito buradadır. Biz də axır ki gəldik, dadına baxdıq. Əvvəlcə məkanın interyeri ilə sizi tanış eləyirəm yeməklər hazır olana qədər. Çox fərqli ab-havası var. Hətta Amildən getdikdən sonra dedik ki, kaş ki hər kəsin buradan xəbəri olsa, uşaqlar Meksikanı Bakıya gətiriblər sanki. Yeməklərimiz hazırdır. O istədiyimiz 3x burrito başda olmaqla. İnanın ki, çox ləzzətli idi. Bizim təsəvvür etdiyimizdən belə ləzzətli idi. Xüsusilə mən özlərinə məxsus soslarını da qeyd eləmək istəyirəm ki, sosların hər biri bir-birindən dadlıdır. Bu isə mənim sifariş etdiyim burrito idi. Həqiqətən dadı damağımda qaldı. Yenə gedərəm, yenə dadaram və yenə də sizinlə paylaşaram. Biz kimi Amil hələ yeyib bitirməyib, inanmıram o bugün bitsin. Bilmirəmsə bu kəsadiliyi olmalı idi. Əgər bura gəlsəz mütləq sifariş verin. Dadı möhtəşəm idi. Çosu da çox bəyəndik. Ədviyyatlarla xüsusi dad vermişdilər. Ümumiyyətlə bəyənmədiyimiz bir yemək olmadı. Məkanın adı La Patato və sahil metrosunun yaxınlığında yerləşir. Deyilənə görə Amil hələ burrito yeyir.